İnşallah maraqlı və ibrətamiz bir əhvalat oxuyacağam. Kiçik bir kənddə yaşayan qoca dərzi bir kişi çox ideal paltarlar tikib bahalı qiymətə satırdı. Günlərin birində kənddə yaşayan kasıb bir kişi onun yanına gələrək "Sən bahalı paltarlar tikib satırsan, nə üçün kəndin kasıblarına kömək etmirsən? Səndən fərqli olaraq kənddə olan qəssab hər gün kasıbları kəsdiyi ətdən pay verir. Sən isə heç bir kasıba çöp də vermirsən." Qoca dərzi sakit bir şəkildə gülümsəyib ona hirsi olan şəxsi beləcə yola verdi. Dərzinin yanından çıxan şəxs bütün kənddə həmin dərziyə qarşı ittihamlar irəli sürməyə başlayaraq onun zəngin, lakin çox paxıl şəxs olduğunu yaymağa başlayır. İnsanlar onun yanında paltar sifariş verməməsi üçün hər gün mübarizə aparır. Bu arada kəndin qəssabı deyildiyi kimi hər gün kəsdiyi heyvanların ətindən kasıblara pay yollayır. Günlərin birində dərzi bərk xəstələnib yatağa düşür və bu xəstəlik onun ölümünə səbəb olur. Xəstə olduğu vaxt ərzində kənddən onu ziyarətə gələn belə olmur. Dərzinin ölümündən az bir müddət sonra kəndin qəssabı kasıblara daha ət paylamağı dayandırır. Kasıblar bir müddət gözlədikdən sonra yığışıb gəlirlər. Qəssabın yanına ki, nə üçün daha bizlərə əl tutmursan? Qəssab kasıblara deyir ki, mənim sizə payladığım ətlərin xərcini o dünyasını dəyişən qoca dərzi ödəyirdi. Onun ölümü ilə ət payları da dayandı. Uca Allah Subhanahu taala buyurur: "Ey iman gətirənlər, zənnə çox qapılmayın, çünki zənn edilən bir qismi günahdır. Sədəqələri aşkarda versəniz, bu çox gözəl. Əgər yoxsulları gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır."